Azərbaycan sərhədlərinin illərlə bağlı olması bəzi insanlar arasında, xüsusilə də sosial şəbəkələrdə müəyyən narazılıqlar doğurub, hətta bəzi müxalifət dairələri buna siyasi don geyindirirlər. Biz isə bunun səbəblərini araşdırmışıq, sujetimiz var, baxaq. 2020-ci ildə dünyanı cənginə alan Covid-19 pandemiyası bütün dünyada sərhəd nəzarəti və karantin rejimi kimi tədbirlərin gücləndirilməsini zəruri edirdi. Heç şübhəsiz ki, Azərbaycanda da bundan bağlı mühüm addımlar atıldı və quru sərhədlərin bağlanması həyata keçirildi. Pandemiyanın aktiv bazası başa çatsa da, sərhədlərin bağlı qalması bəzi dairələrdə müzakirə obyektinə çevrildi. Ələxsus, müxalif dairələr məsələyə siyasi don geyindirməyə çalışırdılar. Reallıq isə tamamilə fərqli mənzərəni nümayiş etdirdi. Regionda baş verən proseslər, bölgədə münaqişə ocaqlarının genişlənməsi və gərginliyin artması, sərhədlərin bağlı qalması ilə bağlı məsələdə Azərbaycan dövlətinin verdiyi qərarın əsaslı və uzaq görən olduğunu ortaya qoydu. Prezident İlham Əliyev dəfələrlə çıxışlarında sərhədlərin bağlı saxlanılmasının təsadüfi və ya qapalı siyasət addımı olmadığını vurğulayıb. Dövlət başçısı 2024-cü ilin 23 aprelində ADA Universitetində keçirilən COP29 və Azərbaycan üçün yaşıl baxış mövzusunda beynəlxalq forumda qeyd edib ki, sərhədlərin bağlı saxlanılması qərarı bölgədəki qeyri-sabitlik və artan xarici təhlükələr fonunda Azərbaycanın milli təhlükəsizliyini qorumaq məqsədi ilə atılmış strateji və zəruri addımdır. Ətrafımızda qeyri-sabitliyin müxtəlif sahələrini görürük. Azərbaycanda təhlükəsizliyi gücləndirib. Həmçinin 7-ci çağırış Milli Məclisin 23 sentyabr 2024-cü ildə keçirilmiş ilk iclasındakı çıxışında da Prezident İlham Əliyev sərhədlərin bağlı qalmasına toxunub. Son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bugün sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır. Ona görə sərhədlərimizin qorunması bizi xarici risklərdən qoruyacaq. Daxili risklər Azərbaycanda yoxdur. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illər təmin edilir. Sabitlik bütün dünya üçün nümunə ola bilər və hər kəs bilir ki, əgər sabitlik olmasa heç bir ölkə inkişaf edə bilməz. Bütün bunlar bir daha onu söyləməyə əsas verir ki, geosiyasi reallıqlar fonunda Azərbaycan dövlətinin verdiyi qərarlar və atdığı addımlar ölkəmiz üçün risklərin qarşısının aradan qaldırılmasına hesablanıb. Azərbaycanın yerləşdiyi coğrafi məkan strateji baxımdan həm imkanlar, həm də təhlükələr mənbəyidir. Hazırda şimal qonşumuz Rusiya, cənub qonşumuz İran ya birbaşa, ya da dolayı şəkildə müharibə vəziyyətindədir. Hər iki dövlətin ərazisində gərginlik hökm sürür. Millət vəkili Bəhruz Məhərrəmov Reala müsahibəsində quru sərhədlərin bağlı saxlanılması məsələsinə toxunaraq bildirdi ki, regional təhlükələr fonunda Azərbaycanın atdığı addımlar uzaq görən və düşünülmüş siyasətin nəticəsidir. Bilirsiniz ki, zaman-zaman, yəni quru sərhədlərimizin bağlı saxlanması ilə bağlı qərardan sonra zaman-zaman ölkə daxilində ayrı-ayrı dairələr, xüsusən antimilli ünsürlər xaricdən aldıqları tezislər əsasında quru sərhədlərin bağlı saxlanmasını insan haqları və s. yersiz amillərlə əlaqələndirərək ən qısa müddətdə quru sərhədlərinin aşılmasını tələb edirdilər. Bununla bağlı hətta Nazirlər Kabinetinin qarşısında aksiyalara cəhd edirdilər. Amma bugün yaşananlar bir daha göstərir ki, bu insanlar nə qədər dayaz düşüncədə olub və onlar üçün xaricdən aldığı tezislər ölkənin milli maraqlarından çox daha öndə olub. Lakin Azərbaycan bilirsiniz ki, artıq meydanlardan ayrı-ayrı qruplaşmalar tərəfindən idarə edilən dövlət deyil. Azərbaycanda vahid idarəçilik mövcuddur. Azərbaycanda ciddi siyasi iradə mövcuddur, qətiyyət mövcuddur və bu qətiyyət bugün bizi şimalda, cənubda çox saylı o münaqişələr fonunda bizi sözün əsl mənasında təhlükəsizlik adasına çevirmək üçün kifayət qədər yetərlidir.
Əlbəttə, bugünkü reallıq onu göstərir ki, sərhədlərin uzun müddət bağlı saxlanılması Azərbaycan üçün müdafiə və təhlükəsizlik konsepsiyası kimi qiymətləndirilməlidir. Sərhədlərin bağlı qalması Azərbaycan ərazisinin müəyyən məqsədlər üçün istifadə edilməsinin də qarşısını aldı. Bu baxımdan dövlətimiz həm regional, həm də qlobal prosesləri diqqətlə izləyir, daxildə isə tam nəzarəti əlində saxlayaraq təhlükəsizlik və sabitliyi təmin edir.